Bəzən tarix qələbədən yox, neft damlalarından, çəkic səsindən, sadə insanların arzularından başlayır. ...1937-ci il. Neft qoxusu gələn şəhərin dərinliklərindən bir klub doğulur. Bu klub fəhlələrin, neftçilərin zəhmətinin məhsuludur. Onların gücünün, ruhunun və qürurunun əksidir. ...1951-ci il. Sonradan Neftçinin və Azərbaycan futbolunun məbədinə çevrilən, hazırda Neftçinin sabiq oyuncusu, unudulmaz hakim Tofiq Bəhramovun adını daşıyan Respublika stadionunun açılışı. Artıq 2 ildir yüksək liqada oynayan Ağqaralar həmin gün bayramı bayrama çevirməyə bilməzdi. Vilnius Spartakı 4-0 hesabı ilə məğlub edilir. 21 yaşlı super qolçu Ələkbər Məmmədov toplardan ikisinin müəllifi olur. Məmmədov Neftçinin ən parlaq dönəmlərinin ilk icraçısıdır. Hesabı Bakılılar açdılar. 1966. Neftçi SSR çempionatının bürüncü mükafatçısıdır. İlk dəfə olaraq bir Azərbaycan komandası böyük ölkəni özü haqqında danışmağa vadar edir. Heyətdə Kramarenko, Tuayev, Babayevlər kimi tanınmış və güclü futbolçular var. Amma Anatoli Banşevski hər kəsdən seçilir. O, bürünc medalların qazanılmasında böyük rol oynayır. Ondan əvvəlsə onun adına artıq dünya eşidir. İngiltərədəki dünya çempionatında Anatoli SSR millisi ilə yarım finala çıxır. 6 il sonra isə Avropa çempionatında final oynayır. O bir ikonadır. Futbol dilində Azərbaycanın ən gür səsidir. UEFA-nın seçimi ilə 20-ci əsrin ən yaxşı Azərbaycanlı futbolçusudur. ...1970-80-ci illər. Azərbaycanın SSR-nin tərkibində sabitlik və inkişaf qazandığı illər. Sənayədən mədəniyyətə, elmdən idmana qədər Azərbaycan SSR-yə və dünyaya dahi şəxslər bəxş edir. Sabitlik Neftçinin oyununda da özünü göstərməyə başlayır. Ağqaralar bu illərdə böyük nəticələr əldə etməsələr də, müxtəlif vaxtlarda SSR millisinə dəvət edilən və azarkeşlərin sevimlərinə çevrilən futbolçular yetişdirir. Səməd Qurbanov, İskəndər Cavadov, Maşallah Əhmədov, Nazim Süleymanov, Olimpiya çempionu İqor Panomaryov, gənclər arasında dünya və Avropa çempionu Arif Əsədov və başqaları. Yeni dövr, yeni reallıqlar, yeni ağrılar və yeni ümidlər. Neftçi yıxılmır. O ayaqdadır, döyüşür, oynayır, qalib gəlir. Və müstəqil Azərbaycanın ilk çempionu adını qazanır. Bundan sonra həm 90-cı, həm 2000-ci illərdə bir neçə qələbə ilə ölkənin ən titullu klubuna çevrilir.
Gözəl driblinglər. 2-0. 2-0. Bravo Neftçi. Rəşad Sadıqov komandamızın ikinci golunu vurur. Gerasmiyov hücum devam edir. Zərbə! ...2012-ci il. Avropa Bakını dinləyir. Avropa Bakıdan danışır. Neftçi Azərbaycan futbolunda Avrokubokların qrup mərhələsinə vəsiqə qazanmış ilk komandadır. Qollar. Qələbə. Və yatmayan şəhər. Küçədə top qovan hər uşağın arzusu bir gün Neftçi forması geyməkdir. Və bu artıq 90 ildir ki, belədir. Qara rəng hər şeyin başlanğıcı olan neft. Ağ rəng hər birimizin qəlbimizdə daşıdığımız arzular. Neftçi sadəcə klub deyil, o Bakı küçələrinin səsidir. Sədaqət rəmzidir, yaddaş rəmzidir, ailə rəmzidir. Hər il yalnız irəli. Yeni istedadlar, yeni oyuncular, yeni qələbələr. Amma ürəkdə bir olan yalnız iki şey var. Neftçi və Bakı. Çünki Bakı elə Neftçi, çünki Neftçi elə Bakının özüdür. Azərbaycan. Bizik əbədiyyətə qədər.